Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu əziz dostlar. Yaradan insanın əsl xoşbəxtliyini nədə görür? Yaradanın baxışına görə insanın əsl xoşbəxtliyini nə var dövlətdə, nə də qısa ömürlü zövqlərdədir. Əsl xoşbəxtlik ruhun öz qaynağını, yəni Allahına qovuşmasındadır. Bir, xoşbəxtlik Allaha bağlılıqda gizlidir. İnsan ruhen Allah'tan gelir. Ona göre de ruh yalnız Allah'ı yad ettikdə rahatlıq tapır. Quranda Rəd surəsi 28-ci ayədə deyilir: Bilin ki, qəlblər Allah'ı yad etməklə aram olur. 2. İman xoşbəxtliyin əsasıdır. İman insana daxili sabitlik və mənəvi güc verir. Əsl xoşbəxtlik də elə budur. Rəbbin ilə barış içində olmaq Nəhl 97-ci ayəsində buyrulur. Kim iman gətirib salih əməl işləsə, kişi və ya qadın fərqi yoxdur. Biz ona pak həyat bəxş edərik. 3. Təqva daxili azadlığın sirridir. Daxili azadlığın sirridir. Təqvalı insan günahdan qorunur, vicdanı rahat olur. Vicdanın sakitliyi, yəni xoşbəxtliyin başlanğıcıdır. Həmçinin təqva insana çətinliklərdə ümid və yüngüllük bəxş edir. Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar. Talaq surəsi 2-ci ayə. 4. Dünya sevgisindən azad olmaq. İnsan mal, məqam, ehtiras dalınca qaçdıqda ruhu ac qalır. Əsl xoşbəxtlik dünyadan istifadə etmək, amma onun əsiri olmamaqdır. Ali-İmran surəsi 185-ci ayədə deyilir: Bu dünya həyatı aldadıcı bir zövqdür. 5. Sevgi və mərhəmətli olmaq. Allah Teala buyurur ki, İnsanları mərhəmət və mehribanlıqla yaratdım. Başqalarına sevgi və kömək etmək insanın fitrətinə uyğundur. Kim başqalarını sevindirirsə, öz ruhunu da işıqlandırır.